Bismillah. Quranın nazil olduğu ay Ramazan. Bugünkü mövzumuzun adı belədir. Oruc tutmağın ədəbləri. Düzdür, Ramazan ayının sonuna yaxınlaşırıq Allahın izni ilə. Təkrar xatırlatmaqda Allahın izindən fayda bildik. Allah Azze və Cəllə Quran-ı Kərimdə Əz-Zariyat surəsinin 55-ci ayətində buyurur ki, xatırlatmaq möminlərə fayda verir. Kimə? Möminlərə. Xatırlatmaq möminlərə fayda verir. Oruç tutan insan, inşallah indi zikr edəcəyim ədəb ərkanlara diqqət etməlidir. Birinci, səhur etmək. Rasulullah sallallahu aleyhi və səlləm belə buyurub, səhur edin, həqiqətən səhur etməkdə bərəkət vardır. Hədis Buxaridə qeyd olunur. Bir qurtum su içmək də səhur sayılır. Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm buyurub, heç olmasa bir qurtum su ilə səhur edin. Səhuru sübh namazının azanına qədər gecikdirmək yaxşıdır. Zeyd bin Sabit belə deyib, biz Rasulullahla birlikdə səhur etdik. Sonra Rasulullah sallallahu aleyhi və səlləm birbaşa namaza getdi. Mən ondan soruşdum ki, bəs azanla səhur arasında nə qədər vaxt keçdi? O dedi, 50 ayı oxunana qədər vaxt keçdi. Hədis Buxaridə zikr olunur. Azan eşidilərkən əldə olan yemək və içməyi tamamlamaq olar. Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurub, kimsə əlində yemək qabı olduğu halda azanı eşitsə, ehtiyacı olan qədər yemədikcə qabını yerə qoymasın. Sahih Əl-Cami Əs-Səğir 607. Boş-boş, əxlaqsız danışıq və s. bu kimi oruca zidd olan əməllərdən uzaq olmaq. Oruç tutmağın ədəblərindəndir. Allahın sonuncu elçisi Muhammed sallallahu aleyhi və səlləm bu haqda belə söyləyib. Sizlərdən kimsə oruç tutduğu gün pis sözlər danışmasın, səsini yüksəldib qəzəblənməsin və cahil əməlləri etməsin. Əgər kimsə onu söysə, yaxud onunla savaşmaq istəsə, 2 dəfə mən orucam desin. Hədis Buxaridə qeyd olunur. Rasulullahın başqa bir sözündə belə buyurulub, kim yalan danışmağı və yalana əməl etməyi, həmçinin cahilliyi tərk etməzsə, Allahın onun yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur. Hədis Buxaridə qeyd olunur. Xeyirxah işlər görmək və Quran oxumağı öyrənib öyrətmək. İbn Abbas, Allah ondan razı olsun, deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm insanların ən xeyirxahı idi. O, Ramazan ayında Cəbraillə aleyhissalam qarşılaşdıqda daha çox xeyirxah olurdu. Ramazan ayı bitənə qədər Cəbrail hər gün Peyğəmbərlə görüşürdü. Peyğəmbər sallallahu aleyhi və səlləm ona Quran oxuyurdu. Cəbrail onunla qarşılaşanda Peyğəmbər sallallahu aleyhi və səlləm sakit əsən faydalı küləkdən də xeyirxah olurdu. Hədis Buxaridə qeyd olunur. Həmçinin iftarı tezləşdirmək oruç tutmağın ədəblərindəndir. Bu haqda Muhammed sallallahu aleyhi və səlləm belə buyurub, İnsanlar iftarı tezləşdirdikləri təqdirdə xeyir içərisində olacaqlar. Hədis Buxaridə qeyd olunur. Səsləndirəcəyim hədisdə deyilənlərdən hər hansı biri ilə iftar etmək oruç tutmağın ədəblərindəndir. Ənəs radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm oruclu olarkən namazı, yəni məğribi qılmadan öncə bir neçə yaş xurma ilə orucunu açardı. Əgər yaş xurma olmasaydı, onda adi xurma ilə iftar edərdi. Əgər xurma da olmasaydı, o zaman bir neçə qurtum su ilə iftar edərdi. Hədis Əbu Davud və Tirmizidə qeyd olunur. Həmçinin oruç tutmağın ədəblərindəndir, iftar edərkən zikr edəcəyim hədisdə deyilən duanı oxumaq. Allah Rasulü sallallahu aleyhi və səlləm iftar edərkən belə deyərdi. Susuzluq getdi, damarlar islandı və inşallah savab da tam oldu. Duanın ərəbcəsini də Əhl-i-Sünnə mənbələrindən, zikr kitablarından oxuyub əzbərləyə bilərsiniz. Duamızı təkrar edirəm. Susuzluq getdi, damarlar islandı və inşallah savab da tam oldu. Allah Azze və Cəllə Ramazanı özünün razı olduğu şəkildə yaşamağı nəsib etsin. Allahumma əmin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.